Salam hörmətli şagirdlər, biz bu gün nisbət tənasüb faiz bölməsinin izahına baxacağıq. İlk öncə gəlin görək nisbət nədir? Nisbət bir ədədin digər ədədə bölünməsinə nisbət deyilir və yaxud da bir kemiyyətin digər kemiyyətə bölünməsinə nisbət deyilir. Məsələn, A-nın B-yə nisbəti bax bu şəkildə qeyd olunur. Yəni A bölü B. Buradan isə tənasüb yaranır. Tənasüb nədir? İki nisbətin bərabərliyinə tənasüb deyilir. Məsələn, A bölü B bərabərdir C bölü D olarsa, bu artıq tənasübdür. Burada A ilə B nədir? A ilə D, daha doğrusu A ilə D kənar hədlərdir. A ilə D kənar hədlərdir. Düzdür. B ilə C isə burada nədir? Orta hədlərdir. İndi bax, səndən soruşsalar ki, tənasüb nədir? Deyirsən ki, iki nisbətin bərabərliyinə tənasüb deyilir. İndi səndən tənasübün xassəsini soruşsalar, deyirsən ki, kənar həllərin hasili orta həllərin hasilinə nə olur? Bərabər olur. Yəni A vuraq D bərabərdir B vuraq C-yə. İndi biz burada nədən danışaq? Düz mütənasib kəmiyyətlərdən. Düz mütənasib kəmiyyətlər nədir? Yadında saxla ki, bir kəmiyyət artarsa, azalarsa, digər kəmiyyət də bir o qədər artıb azalırsa, belə kəmiyyətlər düz mütənasib kəmiyyətlərdir. Və düz mütənasibliyin kəmiyyətlərin düsturu belədir. Düz mütənasibliyin düsturu belədir. Y bərabərdir K vuraq X. Burada Y X-dən nədir? Düz asılıdır. K isə burada mütənasiblik əmsalı adlanır. Və bunun düsturu qrafiki, daha doğrusu qrafik isə bu şəkildə olur. Deməli, bax belə bir düz xətt olur. Bu da Y bərabərdir KX-in qrafikidir. İndi burada nəyə baxaq? Belə bir nümunəyə baxaq. Bizə nə verib? Deyir ki, 2 sahada, məsəl üçün, deyir Akif, 2 sahada 10 detal hazırlayırsa, 4 sahada nə qədər detal hazırlayır? Bilmirik, X qoyuruq. Bax, 2 sahada 10 detalsa, 4 sahada deyir nə qədər hazırlayır? Həmin sürətlə, həmin deyir məhsuldarlıqla, bax belə deyir. Məsələnin şərti belə olsun, deyir Akif eyni məhsuldarlıqla 2 sahada 10 detal hazırlayırsa, 4 sahada neçə detal hazırlayır? X. Belədir. Məsələnin şərti belədir. Və burada düz mütənasiblikdə biz birinci həmişə məsələnin şərtini müəyyənləşdirmək ki, bu görək düz mütənasib asılıdır, yoxsa tərs. Burada da görürük ki, düz mütənasib asılılıq var. Ona görə biz bunu çarpaz şəkildə bunları vururuq bir-birinə. 2-ni vururuq X-ə bərabərdir 4-ü vururuq 10-a. 2X bərabərdir 40-a, X də bərabərdir neçəyə? 20-yə. Aha, bu da belə. Yəni 20 dənə detal hazırlayır. Tərs mütənasiblik nə idi? Tərs mütənasiblik belə idi ki, bir kəmiyyət artanda, azalanda, digər kəmiyyət azalıb artarsa, bu artıq tərs mütənasiblikdir. Yəni biri artanda digəri azalır və yaxud da biri azalanda digəri artır. Bu deməli, bu cür deməli tərs mütənasiblikdir. Tərs mütənasibliyin düsturu isə belədir. Y bərabərdir K bölü X şəklindədir. K yenə burada mütənasiblik əmsalıdır və Y X-dən nədir? Tərs asılıdır. Qrafik isə bax belə olur. Bu Y oxudur. Bu da nədir? X oxudur. Bax belə bir hiperbola eğrisi olur. Bax bu da deməli Y bərabərdir K bölü X-in qrafikidir. İndi bunların hardan bu qrafikin gəlib çıxmağı funksiyalar dərsində inşallah ətraflı izah edəcəm. Aha, bu da belə. Bu da tərs mütənasiblikdir. Deməli, biz öyrəndik ki, deməli, bax, bu cür məsələlərdə, düz mütənasibliyə aid məsələlərdə biz bunları çarpaz şəkildə vururuq da bir-birinə. Amma tərs mütənasiblikdə qarşı-qarşıya vurulur. Məsəl üçün, deyir ki, qatar, belə deyək də, 20 km bölək saat sürətlə, məsəl üçün, deyir ki, belə deyək də, yola 2 saat vaxt sərf elədisə, deyir 40 km bölək saat sürətlə nə qədər vaxt sərf eləyər, bilmirik, X götürürük. Burada ilk öncə müəyyənləşdirməlisən ki, görün bunlar düz asılıdır, yoxsa tərs asılıdır. Burada da müəyyənləşdirirsən ki, tərs asılıdır. Çünki sürət artırsa, sərf olunan zaman nə olur? Azalır. Tərs asılı olanda isə qarşı-qarşıya vurub bərabərləşdirsən. Olur 40 vuraq X bərabərdir. 20-ni 2-yə vuranda eləyir 40. Buradan da X də bərabərdir. 40-ı 40-a böləndə neçə edir? 1. Deməli, 1 saat vaxt sərf eləyər. Bu da belə. Keçdi indi faizə. Faiz nədir? Soruşsalar, deyirsən ki, ədədin %1 hissəsinə faiz deyilir. Hər bir şey biz bilirik ki, bizim üçün nədir? 100%-dir. Düzdürmü? İndi sənə desələr ki, faizi ədədə çevir desələr, məsəl üçün desələr ki, 60%-i ədədə çevir. Bu zaman yadında saxla ki, faizi ədədə çevirəndə
verilən faizi 100-ə bölmək lazımdır. Bu da neçə edir? 0.6. Deyirsən, bəs mənim ədədi faizə çevir desəydə nə edərdik? Ədədi faizə çevir desə, məsəl üçün 0.7 ədədini deyir faizə çevir. Bu zaman ədədi 100-ə vurmaq lazımdır. 100 vurursan 100%, bu da edir neçə? 70% edir. Bu da belə. İndi keçdik biz nədən danışaq? Biz keçdik ədədin faizinin tapılmasından danışaq. Yadında saxla ki, ədədin faizini axtaranda ədədi faiz göstərən ədədə vurub 100-ə bölürük. Məsəl üçün, deyir ki, 40-ın 20%-ni tap. Bu zaman nə edəsən? 40-ın 20%-ni deyir tap. Nə edəsən? 40-ın 20%-ni tapanda dediyi ədədi faiz göstərən ədədə vurub 100-ə bölürük. Bu sıfırla bu sıfır gedir, bu sıfırla bu sıfır. 4 dəfə 2 edir 8, burada da 1. 8-i 1-ə böləndə neçə edir? 8 edir. Bax, bu da belə. İndi bunu da öyrənəndən sonra indi faizə görə ədədi necə tapırıq ona baxaq. Deməli, faizə görə ədədi tapanda ədədi 100-ə vurub faiz göstərənə bölmək lazımdır. Məsəl üçün, deyir 40%, məsəl üçün 60 olan ədədi tap. 40% 60 olan ədədi tap. Burada nə edirsən? Deməli, faizə görə ədədi tapanda ədədi 100-ə vurub faiz göstərənə böləsən. 60-ı 100-ə vurub 40-a böləsən. Bunlar 20-yə ixtisar gedəndə burada 3, burada 2, 2 ilə də 100 gedir, burada 50, burada 1. 3-ü də 50-yə vurub 1-ə böləndə neçə edir? 150. Deməli, ədədimiz neçə imiş? 150 imiş. İndi bizim qarşımıza testlərdən nə kimi suallar çıxacaq faiz bölməsinə aid. Gəlin ona baxaq. Belə bir məsələ veriləcək. Məsəl üçün, bax, burada şagirdlər çox vaxtı səhvlik edir. Necə? Deyir, malın qiymətini 20% artırdılar. 20% artırdılar. Deyir, sonra yeni qiyməti deyir ki, 20% azaltdılar. 20% azaltdılar. Deyir, deyir, malın ilkin qiyməti necə dəyişdi? Malın ilkin qiyməti necə dəyişdi? Bax, burada şagirdlər nədə səhv edir? Gəlin ona baxalım biz. Bəzən necə dəyişdi? Deyir ki, müəllim, malın qiyməti 20% artırdı, sonra da 20% azaldı. Malın qiyməti dəyişməzdir. Deyirəm ki, xeyr, mən sənə burada demirəm, 20 manat pul verdim, qayıtdım, o 20 manat aldım. Burada faizdən söhbət gedir. Faizlə manat eyni deyil. Məsəl üçün, malın qiyməti deyəndə həmişə burada müqəddəs rəqəm var da, faiz məsələlərində 100 götür. Malın qiyməti 100 manat idi, bu da bizim üçün 100% idi. İlk öncə bunu 20% artırdılar. 100-ün 20% neçə edir? 20-yə vurub 100-ə bölürsən, 100-lər burada ixtisar getdi, qaldı 1, 1, 20-ni 1-ə vurub 1-ə böləndə 20 edir. 20 artırdan oldu neçə? 120. Təzdən yeni qiyməti deyir, 20% azaltdılar. Onda indi 120-nin yeni qiymətini 20%-ni tapıb sonra da çıxmalısan. 120-nin 20%-i neçə edir? 120-ni 20-yə vurub 100-ə bölürsən, bu sıfırdan bu sıfır, bu sıfırdan bu sıfır. Getdi, qaldı neçə? 24. 120-dən də 24 çıxanda qaldı neçə? 96. Deyir, indi malın ilkin qiyməti necə dəyişdi? 100% idi, indi olub 96 da həmin o 100-ün 96%-də neçə faiz dəyişdi? 4% azaldı. Cavabda 4% azaldı varsa bunu götürəsən. İndi sonra belə bir suallarda çıxır qarşımıza. Deyir, ədəd 5 dəfə azaldı. 5 dəfə azaldı. Deyir, ədəd neçə faiz azaldı və yaxud da necə dəyişdi? Bax, belə suallar, faiz azaldı. Bax, belə şərti belə olur. Bax, ədəd deyəndə bir şey 100 götür. Faizdə müqəddəs rəqəm 100-dür. 5 dəfə azaldı deyəndə bölürsən 5-ə edir 20. Bu bizdə 100% idi, 20 də həmin 100-ün 20%-dir. 100 idi, indi olub 20. Neçə faiz azalıb? Onda 80% azalıb. Все, qutardı, getdi. Bəs deyirsən, mənim burada 5 dəfə artsaydı desəydi, onda nətər olardı? Artdı. Burada da yenə elə. Bircə dəqiqə. Deyir ki, ədəd neçə faiz artdı və yaxud da ədəd necə dəyişdi. Buradan arası, ədəd deyəndə 100 götür. 5 dəfə artdı deyəndə 5-ə vurursan, edir 500.
Bu 100 bizim üçün 100% idi. Bu da bizim üçün neçədir? 500%dir. Onda neçə faiz artıbdır deməli? 400% artım olubdur. Cavab 400 götürəsən. İndi deyir ki, ədəd 80% azaldı. Faiz azaldı. Belə bir məsələdə çıxacaq qarşımıza. Deyir, ədəd neçə dəfə azaldı? Neçə dəfə azaldı? Aha. Burada nə edəsən? Ədəd deyəndə 100 götür. 100-ün 80% neçə edir? Elə 80. 80 azalıb olub neçə? 20. Deyir, indi neçə dəfə azaldı? 100 idi, indi olub 20. 100-ü neçəyə bölündə 20 edir. Onu da tapmaqdan ötürü elə 100-ü 20-yə böl, o da edir 5. Deməli, neçə dəfə azalıb? 5 dəfə azalıb. Bu da belə. İndi deyir ki, belə bir məsələdə çıxacaq qarşımıza. Deyir, ədəd 8% azaldı. İlk öncə 8% azaldı. Sonra 4 dəfə yeni ədəd, belə yazaq da, yeni ədəd 4 dəfə azaldı. Deyir, ədəd necə dəyişdi? Ədəd necə dəyişdi? Aha. Bax, ədəd deyəndə neçə götürəsin? 100. 100-ün 8% neçə edir? Elə 8. 8 azalır, olur neçə? 92. Təzdən yeni ədəd 4 dəfə azalır. Onda 4 dəfə azalırsa, bölürsən 4-ə, o da edir 23. Bu 100 bizim üçün neçə faiz idi? 100% idi. İndi bu 23 də bizim üçün 23%. 100 idi, indi olub 23%. Onda neçə faiz azalıb? 77%. Cavab da 77 olur. İndi mən burada bir faiz bölməsinə aid bir uydurma bir düstur deyəcəm. Yəni burada belə deyək də, bu düsturdan biz misalları daha tez və rahat tapacağıq. Düstur nətərdir? Fərq, bölək, damdən, vuraq nədir? 100%. Bax, belə bir düsturdur. İndi bu düsturdan nətər istifadə edirik? Deyir ki, malın qiyməti gəlin bu düsturun tətbiqinə aid misallara baxaq. Deməli, fərq bölək damdən vuraq 100% oldu düsturumuz. Bu uydurma düsturdur. Bu, yəni belə deyək də, bir çox məsələlərdə bizim köməyimizə çatır, rahat həll eləmək olur bu düsturun sayəsində. Deyir, malın qiyməti əvvəlcə sadəsinə baxaq. 50 manatdan deyir ki, 60 manata artdı və yaxud da qalxdı. 60 manata qalxdı. Deyir, malın qiyməti neçə faiz artdı? Aha. Normalda bunu necə artdı? Həll edirdik. İlk öncə hamının bildiyi qayda ilə, dədə-baba qaydasından işləyək. Malın qiyməti 50 manat idi ilk öncə. O bizim üçün neçə faiz idi? 100% idi. Sonra olub 60 manat. O bizim üçün nədir? X. Buradan çarpaz vurasan, X-i tapasan 120%. Düzdürmü? Deməli, onda burada bu neçə faiz artmış olacaq? 100 idi, indi olub 120%. Onda 20% artmış olur. Bəs o həmin fərq bölək damdən vuraq 100% düsturundan nətər olur? Bax, 50 ilə 60-ın arasındakı fərq nə qədərdir? Neçə manatdır? 10 manat. O fərq sözün yerinə 10 yazırsan. Nədən nəyə gəlib? Bax, 50 manatdan 60 manata qalxıb. Düzdür. Dan şəkilçisi hansında var və yaxud da hansını artırmaq olur? 50 manata. Ona görə o dandan yerinə yazırsan 50, burası neçə? 100-ə. 100-lə 50 ixtisar getdi. 1, 2. 2-ni 10-a vuranda 20, 1-ə də böləndə neçə edir? 20. Deməli, neçə faiz artıq? 20% artıqdır. İndi belə bir suala baxaq. Deyir ki, belə bir sual var topluda. Deyir, çəndəki suyun 20% buxarlandı. Deyir, çəndəki suyu neçə faiz artırmaq
lazımdır ki çəndə əvvəlki qədər su olsun. Su olsun. Bax, burada necə edəcək? Burada ancaq deyir ki, çəndəki suyun 20% buxarlandı. Deyir, çəndəki suyu, o qalan suyu. Bax, burada yazmalıydım ki, qalan suyu, qalan sözündə. Çəndə qalan suyu. Hə, neçə faiz artırmaq lazımdır ki, əvvəlki qədər çəndə su olsun. Aha, çəndə yazaq burada. Deməli, belə eləyək. Tutaq ki, çəndə ilk öncə, bu bizim çənimiz idi. 100 litr su var idi. Bunun 20% buxarlanır. 20% 20 litr edir. Onda neçə litr qaldı? 80 litr. Deyir, indi bax, bu 80 litr qaldı. 80-in neçə faiz artırmalıyıq ki, 100 litr olsun. Yəni, biz nədən nəyə gəlməliyik? 80-dən 100-ə. Onda aradakı fərq nə qədərdir? 20 litr, o fərq sözün yerinə 20 yazırıq. Nədən nəyə gəlməliyik? 80-dən 100-ə, bax, 80-dən 100-ə. Dən şəkilçisini hansını artırmaq olur? 80-ə. Ona görə o dən yerinə 80 yazırıq, vuraq neçə? 100. 20 ilə 80, 20 ixtisar gedir, burada 4, burada 1. 4 ilə 100 gedir, burada 25, burada 1. 25-i 1-ə vurub 1-ə böləndə neçə edir? 25%. Deməli, 25% çəndə qalan suyu artırmaq lazımdır. İndi isə keçək nəyə? Maddənin məhlulda faizinin tapılması düsturu. Maddənin məhlulda faizini tapmaq üçün olan düstur budur. Maddə bölək nədir? Məhlul. Vuraq nədir? 100%. Bax, belə bir düsturdur. Maddə nədir? Məhlul nədir? Məhlul o su ilə spirtin qarışığıdır, su ilə duzun qarışığıdır, su ilə yodun qarışığıdır, su ilə şəkərin qarışığıdır. Bu məhlul adlanır. O maddə hissəsi isə o suya qatdığın var. Ha, spirtdimi, şəkərdirmi, duzdurmu? O isə maddə adlanır. İndi gəl belə bir suala baxaq. Deməli, məsəl üçün, deyir ki, belə deyək də, biraz indi başqa forması, belə baxaq, bir məsələyə baxaq. Məsəl üçün, deyir ki, 40 litr 20%li spirt məhluluna neçə qram su əlavə etsək 10% məhlul alınır. Bunlara indi dərsdə baxdıqca misallara tam başına düşəsiniz. Hə, deməli bizim məhlulumuz nə qədərdir? Deyək ki, bax 40 litr 20% spirt məhluluna neçə qram su əlavə etsək 10% spirt məhlulu alınır. Deməli bizim ilk başda məhlulumuz nə qədərdir? 40 litrdir. Özü bizə deyir ki, 40 litr 20% spirt məhlulu. Onun 20% nədir? Spirtdir, yəni maddədir. 40-ın 20%-ni tapanda necə edirik? 40-ı vururuq 20-yə, bölürük neçəyə? 100-ə. Bu sıfırlar getdi, düzdür. 4-də 2-yə vuranda neçə edir? 8. Maddəmiz deməli nə qədər imiş? 8 imiş. Deyir, indi bura neçə qram su əlavə etsək? Bilmirəm neçə qram su, ona görə x götürür. Deyir, 10% məhlul alınır. İndi o maddənin məhlulda faizini necə tapırdıq? Dedim ki, deyirsən ki, mənim maddə bölək məhlul, yəni 8 bölək 40, vuraq 100 olmalıydı da. Amma bura su əlavə edirsən, həmişə yadında saxla ki, su əlavə edib və yaxud da buxarlandıranda, əlavə edəndə məhlulun üzərinə əlavə edirsən. Buxarlandıranda da məhluldan çıxırsan. Yəni su əlavə elədin, buxarlandırdın, o zaman məhlula əlavə edib çıxırsan. Üstünə x gəlirsən, vurursan 100-ə, bərabər olmalıdır, deyir neçəyə? 10%. Deyir 10% məhlul alsındır. Bu maddənin məhlulda faizini tapmaq üçün onun düsturu idi, deyir 10-a bərabər olsun. 10-la 100 10-a ixtisar gedir, burada 10 qalır, burada 1. Onu bu 8-ə vuranda edir 80, burada da olur 40 üstə gəl x. Bərabərdir neçəyə? 1-ə. Bu 1-ə məxrəci 1 kimi baxsaq, çarpaz vursaq 40 üstə gəl x, bərabərdir neçəyə? 80-ə. Buradan da x-i tapanda edir neçə? 40. 80-dən 40-ı çıxanda 40 edir. Deməli, nə qədər su əlavə edilməliyik? 40 edir. Hə, belə. Amma burada yadınızda saxlayın ki, bax, su əlavə edib
çıxanda məhlula əlavə edib çıxırsan. Amma maddə əlavə edib çıxanda hər ikisini əlavə edirsən. Gəl belə birinə də baxaq, sonuncu məsələmizə baxaq. Məsəl üçün deyir ki, 50 litr 10 faizli yod məhluluna nə qədər yod əlavə etsək 20 faizli məhlul alınar. Bax, deməli buradan nə başa düşürük? Məhlulumuz bizim nə qədərdir? 50 litrdir. 10% nədir? Yoddur. Maddəni tapanda 50-nin 10% neçə edir? 5 edir. Deyir nə qədər yod əlavə eləsək, bilmirəm nə qədər yoddur, ona görə x-dir. Və deyir neçə faiz olsun? 20%. Düstur belə etdən maddəni bölürdük məhlula, amma yod maddə gedir də. Bax, yod maddədir. Maddə əlavə edəndə hər ikisinə dedim ki, əlavə edəsən və yaxud da çıxardanda hər ikisindən çıxarsan. Vuraq 100, deyir bərabər olsun neçə? 20%. 20 ilə 100 ixtisar gedir, burada 5 qalır, burada 1. 5-i sürətə vuranda edir 25 üstəgəl 5x. Məxrəcdə də olur neçə? 50 üstəgəl x bərabərdir 1-ə. Bu 1-ə məxrəci 1 kimi çarpaz vursaq 50 üstəgəl x bərabərdir 25 üstəgəl neçə? 5x-ə. Bu x-i bu tərəfə keçirdərəm, 25 də bu tərəfə. Onda 4x bərabərdir elə 25-ə, x də bərabərdir 6/25. Deməli, nə qədər əlavə eləməliyik? 6/25-dir. Bu qədər. Sağ olun.